Salam aleykum dəyərli insanlar, gözəl insanlar. Deməli, bu gün də həmişə olduğu kimi Mercedes B-Class modeli yaxınlaşdı yanımıza. Həmişə olduğu kimi yəni nəyə deyirəm? Yenə bir çox ustaları gəzmiş, amma probleminin həll yolu tapılmayan, yəni tapa bilmədikləri maşındır. Maşının peçi işləmirdi. Peçinin işləməməyi nə radiatorun tutulmağı ilə, nə belə deyək, yəni radiator yumaqla, nə peçin özündən bağlı olan bir problem deyil idi. Elektronik bir problem idi. Aradan qaldırdıq. Bir dənə göstər qardaş buradakı vəziyyəti qoy görsünlər. Aradan qaldırdıq. O problemi aradan qaldırandan sonra peç isti vurmağa başladı. Ondan sonra yenə bir dənə problem çıxdı. Gördük ki, bir tərəfdən vurur, bir tərəfdən vurmur. O da xırda problem idi. Onu da aradan qaldırdıq. İndi maşallah ot kimi vurur. Küləyi də öz qaydasında. Yəni nətər ot kimi vurursa, qış aydı, dekabr aydı heç maşından düşmək istəmirəm. Özünüz də görürsünüz də qolu gödəkdə oturmuşam. Maşallah. Yəni uzun sözün qısası qardaşlar, xanımlar, bizim ustalar Allahın köməkliyi ilə tək peçi yumaqla məşğul deyil. Ümumiyyətlə peçsə problem varsa, onun yəni nədən qaynaqlandığı fərq eləmir. Allahın köməkliyi ilə o aradan qaldırırıq. Marka model də həmçinin fərq eləmir. Özünüzə yaxşı baxın, Allah amanında.